Britaniya və Fransa Ukraynaya nüvə silahı vermək istəyir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, London və Paris Kiyevi nüvə bombası ilə silahlandırmağa hazırlaşır. Kəşfiyyatın məlumatında vurğulanır ki, elitalar məğlubiyyəti qəbul etməyə hazır deyil. Hesab olunur ki, Ukraynanın möcüzə ilə təchiz olunması lazımdır. Kiyev nüvə bombasına və ya heç olmasa sözdə çirkli bombaya sahib olarsa, hərbi əməliyyatlara son qoymaq üçün daha əlverişli şərtlər tələb edə biləcək. Rusiya kəşfiyyatı Almaniyanın bu təhlükəli planlarda yol almaqdan müdrikcəsinə imtina etdiyini də açıqlayıb. Bu detal Avropa daxilində mövqelərin vahid olmadığını göstərən mühüm siqnal kimi qiymətləndirilir. Bununla yanaşı Rusiya tərəfi Böyük Britaniya və Fransanın artıq komponent avadanlıq və texnologiyaların ötürülməsi imkanlarını nəzərdən keçirdiyini irəli sürür. Xüsusilə Fransanın M51.1 sualtı qayıqdan buraxılan ballistik raketi və onun TN-75 tipli döyüş başlığının adı hallandırılır. Bu isə məsələnin təkcə siyasi deyil, həm də hərbi texniki aspektlərinin müzakirə olunduğunu göstərir. Lakin hələlik bu iddiaları təsdiqləyən müstəqil mənbələr mövcud deyil. Bununla belə bir addımın nüvə silahlarının yayılmaması müqaviləsi çərçivəsində ciddi hüquqi və siyasi nəticələr doğura biləcəyi vurğulanır. Rusiya kəşfiyyatı hesab edir ki, müqavilənin pozulması cəhdləri onlara beynəlxalq məsuliyyətdən yayınmaq imkanı verməyəcək. Ekspertlər isə bu iddianı informasiya müharibəsinin yeni mərhələsi kimi də qiymətləndirir. Bilirik ki, Avropada nüvə silahlarına sahib iki ölkə, Böyük Britaniya və Fransadır. Bu baxımdan bu iddialar regionda onsuz da gərgin olan geosiyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Yəni, mesaj ondan ibarətdir ki, Qərb dövlətləri münaqişəni daha təhlükəli mərhələyə keçirməyə hazırlaşırlar. Eyni zamanda bu bəyanat beynəlxalq ictimaiyyətə xəbərdarlıq xarakteri daşıyır və mümkün addımların nəticələrinin ağır ola biləcəyi anlamına gəlir. Bunun informasiya müharibəsinin yeni mərhələsi kimi qiymətləndirilməsi isə o deməkdir ki, tərəflər informasiya məkanında da bir-birinə təzyiq göstərirlər. Belə açıqlamalar ictimai rəyi formalaşdırmaq və siyasi mövqeləri gücləndirmək məqsədi daşıya bilər. Paralel olaraq qoca qitədə təhlükəsizlik strukturlarında narahatlıq doğuran yeni iddialar gündəmə gəlib. The Telegraph nəşrinin yaydığı məlumata görə Avropa kəşfiyyat rəsmiləri Rusiyanın qitədəki hərbi bazalar və kritik infrastruktur obyektlərinin yaxınlığında daşınmaz əmlak əldə etdiyini bildirirlər. Düşünülür ki, bu mülklər böhran vəziyyətində müşahidə, logistika və ya hətta təxribat məqsədi ilə istifadə oluna bilərlər. Rəsmilər hesab edirlər ki, Rusiya ilə əlaqəli şəxslər və qurumlar dəniz bazalarına, hava limanlarına, sualtı kabel marşrutlarına və enerji infrastrukturuna yaxın evlər, koteclər, anbarlar və hətta adalar alıblar. Üstəlik, bəzi obyektlərdə artıq xüsusi avadanlıqların yerləşdirildiyi də ehtimal edilir. Həmin mülklərin potensial olaraq gizli əməliyyatlar üçün dayaq nöqtəsi rolunu oynaya biləcəyi vurğulanır. Məsələn, Finlandiya ərazisində körpülər, helikopter meydançası və müşahidə avadanlığı ilə təchiz edilən ada ilə bağlı faktlar diqqət çəkir. Eyni zamanda Norveçdə F-35 bazaları və dəniz obyektlərinin yaxınlığında yerləşən mülklər xüsusi risk kateqoriyasına aid edilir. Digər tərəfdən Skandinaviya ölkələrində strateji ərazilərə yaxın yerləşən və Rus Pravoslav kilsəsinə məxsus olduğu bildirilən obyektlər də müzakirə mövzusudur. Bundan əlavə Böyük Britaniya və Aralıq dənizi bölgəsində hərbi obyektlərə yaxın şübhəli satın almaların artdığı iddia edilir. Analitiklər hesab edirlər ki, bu cür fəaliyyətlər hibrid müharibə strategiyasının elementi kimi qiymətləndirilə bilər. Bu məsələyə qitənin müdafiə arxitekturası baxımından risk aspektindən yanaşmaq lazımdır. Çünki mülki daşınmaz əmlakın strateji nöqtələrdə cəmləşdirilməsi gələcəkdə kəşfiyyat və ya təzyiq alətinə çevrilə bilər. Bununla belə qeyd olunan iddialarla bağlı açıq mənbələrdə təqdim edilən sübutlar məhduddur və rəsmi Moskva bu ittihamlara münasibət bildirməyib. Yəni bu məsələ Avropada təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və xarici investisiyalara nəzarətin gücləndirilməsi çağırışlarını yenidən gündəmə gətirir. Beləliklə səsləndirilən qarşılıqlı ittihamlar göstərir ki, geosiyasi qarşıdurma artıq yeni və daha həssas mərhələyə qədəm qoyur. Kreml Qərbi nüvə eskalasiyasında günahlandırır. Digər tərəf isə Rusiyanı Avropada gizli infrastruktur şəbəkəsi formalaşdırmaqda ittiham edir. Bu isə hər iki tərəf arasında gərginliyi artırır və ciddi suallar yaradır. Görünən odur ki, tərəflər təkcə hərbi deyil, həm də informasiya və diplomatik müstəvidə mövqelərini möhkəmləndirməyə çalışırlar. Məhz buna görə də hər yeni bəyanat beynəlxalq təhlükəsizlik sistemində əlavə gərginlik yaradır. Nəticə etibarilə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi qarşıda rəsmi açıqlamalar və beynəlxalq reaksiyalarla müəyyənləşəcək.